Herkese salam, kanalıma xoş gəlmisiniz. Hər zaman fərqli çıxışlarıyla diqqət çəkən sevilən müğənni Nadir Qafarzadə bu dəfə Türkiyədən Bakıya üst tutan dondurmacı haqqında danışıb. O Bakıda satış edən dondurmacının qarşısında həyat yoldaşı və övladlarını rəqs etdirən insanlara səslənib və onları qınayıb. Həmin video görüntülərə də bir çox sənət nümayəndələri də qatılıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Salam, xoş gördük sizi. Neçə gün sustum. Əslində bu mənim mövzum deyil, amma yazığım gəlir bu xalqa. Yaxşılardan uzaq yazığım gəlir. Məhv olmuş cəmiyyət, məhv olmuş beyinlər, məhv olmuş insanlar, pozğunu, fahişəni qəhrəman eləyib bu xalqın gözünə soxanlar. Utanın. Nə vaxtsa cavab verəcəksiniz. Zamanı var, bəlkə də verməyəcəksiniz. Çünki siz çoxsunuz. Kim kimə cavab verəcək? Siz özünüzə, siz çoxsunuz. Yaxşılardan uzaq, yenə deyirəm, 10-20% yaxşılardan uzaq. Gəlib şəhərin mərkəzində hansısa bir Mambulu gəlib sizin arvadlarınızı orada oynadır, uşaqlarınızı onun qabağında oynadırsınız. Özünü tanımayanlar gəlib sizi meymun kimi oynadır qabağında. Tüpürüm sizin bu cəmiyyətinizə, tərbiyənizə, əxlaqınıza, mənəviyyatınıza, yaxanıza tüpürüm, üzünüzə tüpürüm, tüpürək. Yaxşılar tüpürsün sizin üzünüzə. Fahişəni, pozğunu hansısa bir sosial şəbəkədə axşamacan hoqqa verən pozğunları qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Əgər bir utancıq hissiniz varsa, biz kimi müdafiə edirik? Kimi? Pozulmuş cəmiyyət. Utanıram sizdən, utanırıq sizdən. Düzdür, biz də belə sən deyən pak deyilik, hər bir insanın bir günahı var. Amma bizim günahlar hardasa bağışlanmalıdır. Sizinkin heç vaxt heç kim nə yerdə, nə göydə, nə o dünyada, nə bu dünyada bağışlanmalı deyil. Bilirsiniz, deyir, göstər mənə dostun kimdir, deyim sənə kimsən sən. Sizin də kim ki həmin o pozğunları, cəmiyyəti pozanları, pozğunluğu, tərbiyəsizliyi, mədəniyyətsizliyi, mənəviyyatsızlığı təbliğ eləyirsə, siz də olan dostusuz. Siz müdafiə edirsiniz, deməli siz də o fikirdəsiniz. Yazıq sizlərə. Dirikən ölmüşlər, dirikən nələtləşmişlər, dirikən cəhənnəmə düşmüşlər. Xəbəriniz var, siz ölmüsünüz. Sadəcə gəzirsiniz də boş-boş. Bəlkə də sizi Allah yaradıb ki, yer üzü boş qalmasın. Görək ki, siz də varsınız, amma siz çoxsunuz. Yenə dedim, biz də süddən çıxmış az ağ qaşıq deyilik, amma sizə baxanda biz Peyğəmbəriymiş ki, 1-2% deyirəm də, mənim bir neçə faiz, olsun 20%, 25%, amma ondan artıq deyil. Bu sosial şəbəkələr sizin iç üzünüzü açdı, nəyə qadir olduğunuz bəlli oldu. Sizdən adam olmayıb, olmayacaq da. Ölü canlılar. Allah sizə rəhmət eləməsin. Sizə rəhmət də düşmür. Allahın yadından çıxmış bəndələr. Allahın səhvlərisiniz siz, səhvləri. Görürsən, mən əvvəl deyirdim, Allahın səhvi olmur. Demə, onun da səhvi var imiş. Bax, sizin həmin o səhv sizlərsiniz. Heç nə.